Amerika Birləşmiş Ştatlarının prezidenti Franklin Pierce ölkəsinə axın edən Avropalı immiqrantları ABŞ-ın şimal-qərbində yerləşdirmək istəyirdi. Bu məqsədlə o, 1854-cü ildə qızıldərili qəbilə rəisi Seattle məktub yazır və ondan yaşadığı əraziləri tərk etməyi tələb edir. Bu təklifi qəbul etmələri müqabilində qızıldərilərə rahat şəkildə yaşaya biləcəkləri ərazilər vəd edir. Seattle bu təklifə cavab olaraq tarixi bir çıxış edir, daha sonra bu çıxış mətn halında ABŞ prezidentinə təqdim olunur. Qızıldərilinin məktubunda deyilir: Vaşinqtondakı böyük rəis torpaqlarımızı almaq istəyi barədə bizə ismarış göndərib. Böyük rəis eyni zamanda dostluq və xoş niyyət sözlərini də bizə ərmağan olaraq göndərib. Bu çox nəzakətli hərəkətdir. Çünki onun bizim dostluğumuza çox ehtiyacı yoxdur. Ancaq biz bu təklif barədə düşünəcəyik. Bilirik ki, torpaqlarımızı verməsək, ağ insanlar silahları ilə gəlib əlimizdən alacaqlar. Göyün üzünü, torpağın istiliyini necə ala bilərsiniz? Bu fikirləriniz bizə qəribə gəlir. Əgər biz havanın təmizliyinə və suların parıltısına sahib deyilsək, siz onlara necə pul ala bilərsiniz? Bu dünyanın hər parçası mənim insanlarım üçün müqəddəsdir. Hər parıldayan şam iynəsi, bütün qumlu sahillər, qaranlıq meşələrin dumanı, hər açıq sahə, vızıldayan böcəklər xalqımın xatirəsində müqəddəsdir. Ağacların gövdələrindən axan sular özündə qızıldəriləri xatirələrini daşıyır. Ağ insanların ölüləri ulduzlar arasında gəzməyə getdikləri zaman doğulduqları ölkələri unudurlar. Bizim ölülərimiz isə bu dünyanı əsla unutmazlar. Çünki o, qızıldərilərin anasıdır. Biz dünyanın bir parçasıyıq, o da bizim bir parçamızdır. Gözəl qoxuyan çiçəklər bizim bacılarımızdırlar. Maral, at, böyük qartal, bunlar isə bizim qardaşlarımızdır. Qayalar, təpələr, çöllərdəki nəmişlik, bütün bunlar hamısı eyni ailəyə aiddir. Belə olduğu təqdirdə Vaşinqtondakı böyük rəis torpaqlarımızı almaq istəyərkən bizdən çox şey istəyir. Böyük rəis bizə rahat şəkildə yaşa biləcəyimiz yerlər ayıracağını deyir. Deyir ki, o bizim atamız, biz də onun uşaqları olacaq. Əgər belədirsə torpağımızı almağı təklif üzərində düşünəcəyik. Ancaq bu asan olmayacaq. Çünki bu torpaq bizim üçün müqəddəsdir. Dərələrdən və çaylardan axan parlaq sular sadəcə su deyil, həm də bizim atalarımızın qanlarıdır. Əgər sizə torpağımızı satsaq, onun müqəddəs olduğunu xatırlamalı və bu müqəddəsliyi uşaqlarınıza da öyrətməlisiniz. Çöllərin parlaq sularındakı hər xəyali əks olunma xalqımın həyatından xatirə və hadisələrlə doludur. Suyun şırıltısı atamın atasının səsidir. Çaylar bizim qardaşlarımızdır. Susuzluğumuzu aradan qaldırır. Çaylarımız qayıqlarımızı daşıyır və uşaqlarımızı bəsləyirlər. Əgər sizə torpaqlarımızı satsaq, xatırlamalı və uşaqlarınıza öyrətməlisiniz ki, çaylar bizim qardaşımızdır. Bunun üçün də çaylara bizim hər bir qardaşımıza göstərəcəyiniz kübarlığı göstərməlisiniz. Qızıldərili hər zaman qabağa gedən ağ insanın önündə geri çəkilmişdir. Dağlardakı dumanın səhər günəşinin önündə qaçışı kimi. Amma atalarımızın külləri müqəddəsdir. Onların məzarları müqəddəs torpaqlardır. Və bu təpələr, ağaclar dünyanın bu parçası bizə təqdim olunmuşdur. Ağ insanın bu adətlərimizi anlamadığını bilirik. Onun üçün torpağın bir parçası digəri ilə eynidir. Çünki onlar gəzə-gəzə gəlib torpaqdan ehtiyac duyduqları şeyləri alıb gedən yad insanlardır. Dünya onun qardaşı deyil, ancaq düşmanıdır və onu fəth edə-edə qabağa getməyə davam edir. Ataların məzarlarını arxada qoyur və bu onun vecinə deyil. Uşaqlardan dünyanı qaçırdır və vecini almaz. Atalarının məzarlarını və uşaqlarının haqlarını unutmuşdur. Anası dünyaya, qardaşı göyə pulla alınan, talan edilən, parlaq mucuqlar kimi mübadilə olunan mal kimi davranır. Onun iştahı dünyanın axırına çıxacaq və arxada sadəcə səhrə qoyub gedəcəklər. Bizim yolumuz sizinkindən fərqlidir. Sizin şəhərlərinizin görünüşü qızıldərilərin gözlərinə kədər verir. Amma bəlkə də bu qızıldərilərin vəhşi olduğu üçün və bunları anlamadığı üçündür. Ağ adamların şəhərlərində sakit yer yoxdur. Baharda yarpaqların açılışını ya da böcəklərin qanad çırpmalarını eşitmək üçün yer yoxdur. Amma bəlkə də bu mənim vəhşi olmağımdan və başa düşməməyimdəndir. İnsan bir quşun yalnız ağlayışını və su gölmə səsi ətrafında mübahisə edən qurbağaların səslərini eşitməzsə, həyatın mənası nədir? Mən bir qızıldəriliyəm və dediklərinizi başa düşmürəm. Qızıldərili üzünü oxşayan küləyin yumşaq səsinə, yağışın təmizliyinə ya da ki, şam ağacının yaydığı küləyin qoxusuna üstünlük verir. Hava qızıldərilər üçün qiymətlidir. Çünki hər şey eyni nəfəsi paylaşır. Heyvanlar, ağaclar, insanlar hamısı eyni nəfəsi paylaşır. Nəfəs aldığı hava ağ insanın diqqətini çox çəkmir. Əgər torpağımızı sizə satsaq, havanın bizim üçün dəyərli olduğunu xatırlamalısınız. Çünki hava təmin etdiyi bütün həyatla eyni ruhu daşıyır.
Babalarımıza ilk nəfəsi verən külək, onun nəfəsi geri qaytarmasını da qəbul edəndir. Və külək uşaqlarımıza da həyatan ruhunu verməlidir. Əgər isə torpağımızı satsaq, onun ağ insanın belə gedib dərənin, çiçəklərin olduğu yerdə küləkləri hiss edə biləcəyi yer olaraq ayrı və müqəddəs tutmalısınız. Torpağımızı alma təklifinizi düşünəcəyik. Əgər bunu qəbul etmə qərarını versək, sizə bir şərtimiz olacaq. Ağ insan bu torpağın heyvanlarına qardaşları kimi davranacaq. Mən vəhşiyəm və başqa heç bir yolu başa düşmürəm. Çöllərdə çürüyən minlərlə bufallo gördüm. Ağ insanların mindiyi qatarla vurub öldürdüyü bufallolar. Və dumanlı dəmir atın, yəni qatarın bizim sadəcə canlı qalmağımızı təmin etmək üçün öldürdüyümüz bufalloda necə daha əhəmiyyətli ola biləcəyini başa düşmürəm. Heyvanlar olmadan insanın qiyməti nə ola bilər? Əgər dünyada bütün heyvanlar bitsə, insan ruhun böyük yalnızlığından ölərdi. Çünki heyvanlara nə olursa, insana da eynisi olur. Həm də qısa müddət içərisində. Hər şey bir-birinə bağlıdır. Ayaqları altındakı torpağın babalarımızın külü olduğunu uşaqlarınıza öyrətməlisiniz. Beləcə, torpağa hörmət göstərməyi öyrənərlər. Uşaqlarınıza torpağın qohumlarımızın həyatları ilə dolu olduğunu söyləyin. Uşaqlarınıza bizim öz uşaqlarımıza öyrətdiklərimizi öyrədin. Dünya ananızdır. Dünyaya nə olursa, dünyanın oğullarına da eyni şey olur. Əgər insanlar yerə tüpürürlərsə, öz üstlərinə tüpürürlər. Bunları biz bilirik. Dünya insana aid deyil, insan dünyanındır. Bütün hər şey bir ailəni bağlayan qan kimi bir-birinə bağlıdır. Dünyaya nə olarsa, oğullarına da o olar. Həyat torunu insan hörməmişdir. O, bu torun içərisində sadəcə bir liftdir. O, tora nə etsə, eynisini özünə etmiş olacaq. Xalqımız üçün ayırdığınız bölgəyə getmə təklifinizi düşünəcəyik. Sizdən ayrı və sülh içərisində yaşayacaq. Gerdə qalan günlərimizi harada keçirdiyimiz çox vacib deyil. Uşaqlarımız atalarının məğlubiyyətlərlə alçaldığını gördülər. Döyüşçülərimiz utandı və məğlubiyyətdən sonra günlərini avaralıq etməklə, vücudlarını şirin yeməklər yemək və sərt içkilər içməklə kirləndirirlər. Qalan günlərimizi harada keçirdiyimiz çox vacib deyil. Bu günlər onsuz da çox olmayacaq. Hamımız qardaş da ola bilərik. Bunu görəcəyik. Bildiyim bir şey var ki, bəlkə ağ insan bir gün kəşf edər. Tanrımız da eyni Tanrıdır. İndi sizin bizim torpağımıza sahib olmaq istədiyiniz kimi ona da sahib olduğunuzu düşünə bilərsiniz. Amma ola bilməzsiniz. İnsanın Tanrısı və onun şəfqəti ağ insan üçün də eynidir. Qızıldərilər üçün də. Bu dünya onun üçün dəyərlidir və dünyaya zərər vermək onun yaradıcısını ələ salmaqdır. Ağ insanlar da bu dünyadan köçüb gedəcək. Bəlkə bütün digər qövmlərdən əvvəl. Yatağına pislik doldurmağa davam et. Bir gün özün o pisliyin içərisində boğulacaqsın. Torpağımızı alma təklifi üzərində fikirləşəcəyik. Qəbul etsək, bizim üçün ayrılan bölgədə qalan qısa günlərimizi dilədiyimiz kimi yaşaya bilərik. Bu dünyadan ən son qızıldərili yox olduqdan sonra bu sahillər və meşələr xalqının ruhunu qoruyacaqlar. Torpağımızı sizə satsaq, onu bizim sevdiyimiz kimi sevin. Onunla bizim maraqlandığımız kimi maraqlanın. Yarı xəritəsini onu aldığınız zamanda olduğu kimi qoruyun. Bütün gücünüzlə, bütün ağlınızla, bütün qəlbinizlə onu uşaqlarınız üçün qoruyun və sevin. Tanrının hamımızı sevdiyi kimi. Bildiyimiz bir şey var. Tanrımız eyni Tanrıdır. Bu dünya onun üçün qiymətlidir. Ağ insan belə bu ortaq talidən ayrı ola bilməz. Bütün bunlardan sonra qardaş ola bilərik. Baxıb bunu görəcəyik.